Zaqatala dairəsi Rusiya imperiyasının xüsusi inzibati ərazi vahidi, Rusiyanın ən kiçik müstəqil vilayət və ya vilayətin tərkibində olmayan inzibati vahidi idi. 20-ci əsrin əvvəllərində inzibati mərkəzi Azərbaycanın Zaqatala şəhərində olan iki Suxumi ilə birlikdə əyalətlərə bərabər olan xüsusi rayonlardan biri idi. Zaqatala qəzasında rayon rəisi tərəfindən idarə olunan hərbi xalq idarəsi var idi. Bu dövrdə Zaqatala qəzasında kəndli hərəkatının əsas forması yenə qaçaq hərəkatı olmuşdur. Rayonda 4 qaçaq dəstəsi fəaliyyət göstərirdi. Onlardan birinə Kaşqaçay kənd sakini Yunus Magomed oğlu rəhbərlik edirdi. Bu dəstə uzun illər çar müstəmləkəçilərinə və mülkədarlarına cəsarətli zərbələr endirdi. 1891-ci ildən 1899-cu ilə qədər Yunusun dəstəsi Kaxski rayonunda ixtişaşlar törətmişdir. Lakin 1899-cu ildə Leytenant Ardatovun Kaxa rayonunun polis dəstəsi qızğın atışmadan sonra Yunusu qolundan yaralayaraq saxlayıb, qəzetlər yazır. Yunus Sibirə sürgün edildi, lakin orada çox qalmadı. 1900-cü ilin əvvəllərində 3-cü dəfə ağır işdən qurtulub kəndə gəldi. Bu dəfə Yunusun dəstəsinə qarşı döyüşə qərargah kapitanı Zinovyev rəhbərlik edirdi. Pristav Yunusun dəstəsini böyük qüvvələrlə təqib etdi ki, sonuncu Zaqatala qəzasını tərk edib qonşu Nuxinski-Şekinski rayonuna getməyə məcbur oldu, lakin burada da Zinovyev onu tək qoymadı. 9 iyun 1902-ci ildə Baqqali kəndində Yunusun dəstəsi ilə Pristav arasında 4 saatdan çox davam edən atışma olub. Bu toqquşmada polis bölmələri darmadağın edildi və qərargah kapitanı özü öldürüldü. Bu məğlubiyyətdən sonra rayon rəisi polkovnik Yazıkov Yunusun dəstəsinə qarşı döyüşü öz əlinə aldı. Bu mübarizədə o, çar rejiminə sadiq olan yerli sakinlərdən qeyrətlə yardım aldı. 1902-ci il iyulun 20-sində dövlət məmurlarının sayəsində Yunus yuxuda meşədə öldürüldü. Bu münasibətlə Yeni İcmal qəzeti yazıb ki, məşhur qaçaq Yunus Kaşqaçay kəndi yaxınlığındakı meşədə ağacın altında yatarkən nəhayət həmkəndlisi Abakan Zəfəroğlu tərəfindən öldürülüb. Qaçağın təxminən 70 yaşı var idi. Zaqatala rayonunda qəhrəmancasına döyüşən qaçaqların ən məşhur və təcrübəli dəstəsinə Yusif Əlioğlu rəhbərlik edirdi. O 1880-ci ildə Qovaqçel kəndində anadan olub. Kasıb kəndli olan atası 6 nəfərlik ailəni dolandırırdı. Həyat ağır idi. Çar məmurlarının və yerli istismarçıların zülmünə dözməli oldurdular. Gələcək qaçağın atasının evində danan bir yorğan, bir döşək, bir keçə, bir yastıq, parça kisə, mis qazan, mis boşqab, mis aftafan, mis çanaq, mis çanağı olan bir zeynək var idi. Yusifin dəstəsi tezliklə çar hökuməti və yerli istismarçılar üçün təhlükəyə çevrildi. Yusif və onun 12 nəfərlik dəstəsi 1902-1903-cü illərdə çar dəstələri və bəy dəstələri ilə dəfələrlə şiddətli döyüşlərə girmişdir. Cəza ekspedisiyasının təzyiqi ilə kəndli dəstəsi 1903-cü il dekabrın sonunda əvvəlcə Yelizavetpol, sonra isə Tiflis quberniyaları ərazisinə çəkilməyə məcbur oldu. 8 aya yaxın Yusifin dəstəsi Sırnaq qəzasında gizlənərək Gürcü kəndliləri ilə birlikdə çar məmurlarına və yerli feodallara qarşı vuruşdu. Birinci Rus inqilabı ərəfəsində Yusifin dəstəsi öz fəaliyyətini daha da gücləndirdi. Rəsmi məlumatlara görə 1904-cü ilin cəmi 6 ay ərzində iyuldan dekabr ayına kimi Yusif dəstəsi çar qüvvələrlə ilə 20 dəfədən çox döyüşmüşdür. Onların arasında ən böyük döyüş iyulun 29-unda Loqadxa şəhərində Doryan alayının komandasına qarşı baş verdi. Təxminən 8 saat davam edən bu atışmada 2 əskər öldürüldü, 6 əskər isə ağır yaralandı. Qaçaq dəstəsinin bu cür cəsur və cəsur çıxışları çar hakimiyyətinin böyük narahatlığına səbəb olurdu. 1904-cü il sentyabrın 12-sində Zaqatala qəzasının rəisi Qafqaz vilayəti baş hərbi xalq idarəsinin idarəsinə verdiyi hesabatda bildirir ki, Qovaqçelilərin həyasızlığı o həddə çatır ki, bölmə rəisi Qarovul komandiri ilə kənddə olarkən Yusif general-mayor və birlikdə iclasda iştirak edib. Qovaqçel və Belokanlıların həyasızlığı və həyasızlığı bütün hədləri aşır və buna görə də pul cərimələrinin tətbiqindən asılı olmayaraq onların kəndə göndərilməsini ciddi şəkildə xahiş edirəm. Hər kənddə Qovaqçel və Belokanda azı 100 kazak və ya digər müvafiq hərbi birləşmələr yerləşdirilsin. 1904-cü il sentyabrın 18-ində Ali Baş Komandan Golitsinin icazəsi ilə hər kənd icmasında 100 kazak yerləşdirildi və üsyankar kəndlilərə qarşı sərt repressiya tədbirləri həyata keçirildi.
Və həmin gündən başlayaraq 5 il müddətinə Qovaqçil və Belokan kənd icmalarına kəndlilərin hesabına hökumət ağsaqqalları təyin edildi. Belokan kəndliləri ağsaqqalın saxlanması üçün hər il 360 rubl, onun 6 köməkçisinin hər biri üçün 60 rubl, kənd məmuru üçün isə 360 rubl ödəməli idilər. Qovaqçil kəndliləri hökumət ağsaqqallarının və onların köməkçilərinin saxlanması üçün təxminən eyni məbləğdə pul ödəyirdilər. Hakimiyyətin repressiv tədbirlərinə cavab olaraq Yusifin dəstəsi bir həftə ərzində oktyabrın 1-dən 5-ədək Qovaqçil məntəqəsinin hərbi komandanlığına və hökumət ağsaqqalının mülkünə hücum etdi. Bu müddət ərzində qaçaqlar postu dağıtmağa, evləri yandırmağa, ağsaqqal və polis agentlərinə böyük itkilər verməyə nail oldular. Zaqatala rayonunun başçısı məruzəsində yazırdı, Yusifin kəndi açıq-aşkar görünməsinə və öz xoşagəlməz həmkəndliləri Əcəb Ramazanoğlu və Ömər Astılovun evinə silahlı basqın etməyə imkan verən Qovaqçillərin yeni həyasızlıqları barədə məlumat verərək, onların hakimiyyətə və cinayətkarların bütün fəaliyyətinə sadiq olan azsaylı Qovaqçillərdən bəziləri bu şəxslərin hər ikisi Yusifin intiqamına ilk məruz qalanlar idi. 1904-cü il noyabrın 10-da rayon rəisi bir neçə kəndlini saxladı və kənd cəmaatına Adcav və Astılova dəymiş ziyanı ödəməyi əmr etdi. Kəndlilər müqavimət göstərdilər, lakin rayon rəisinin əmri ilə mühafizəçilər və kazaklar müqavimət göstərən kəndliləri qamçı və tüfəngin qundağı ilə döydülər. Qeyd edək ki, qaçaq hərəkatı nəticəsində Azərbaycanlı, Gürcü və Dağıstanlı üsyançılar arasında möhkəm əlaqələr və qarşılıqlı dəstək formalaşmışdı. Məsələn, Tiflis quberniyasının Sığnaq qəzasının Gürcü kəndliləri, Dağıstan vilayətinin Qunib qəzasının yoxsul dağlıları Yusifin dəstəsinə hər cür köməklik göstərmişdilər. Zaqatala qəzasının başçısı Ali Baş Komandanlıq İdarəsinin rəisinə məruzəsində bildirdi ki, Yusifin dəstəsi bu və ya digər cinayət törətməklə həm Zaqatala rayonunun Qovaqçil, Belokan kəndlərində ya da dağlıların yanında, qışlaq-yaylaq kəndlərində, Kəbəli cəmaatında öz həmfikirlərinə sığınır. Hökumət bütün qüvvələri Zaqatala kəndlilərinə qarşı birləşdirmək qərarına gəldi. 1904-cü il noyabrın 9-da ərazidə keçirilən yığıncaqda Sığnaxı qəzasının rəisinin, Zaqatala və Qunib rayonlarının Belokan və Antsuxo-Kaputinski rayonlarının rəislərinin iştirak etdiyi loqadixa belə nəticəyə gəlib ki, Yusifin dəstəsinə qarşı mübarizədə uğur qazanmaq üçün ilk növbədə cinayətkarların təqibinə yönəlmiş bütün hərəkətləri birləşdirmək lazımdır. Yığıncaqdan sonra Sığnaq rayonu, Zaqatala və Qunib rayonlarının bütün polis qüvvələri və ov dəstələri Antsuxo-Kaputinski bölməsinin rəisi, təcrübəli zabit, qərargah kapitanı Novakovskinin komandanlığı altında birləşdirildi. Cənubi Qafqazın 3 rayonunun bütün silahlı qüvvələri qərargah kapitanının sərəncamına verildi və Yusifin dəstəsinə qarşı yönəldildi. Doryan alayının əskərlərindən ibarət xüsusi ov dəstəsi də Novakovskinin sərəncamına verildi. Hökumətin bütün səylərinə baxmayaraq, xalqın dəstəyini qazanan qaçaq Yusifin dəstəsi təqibdən məharətlə qaçdı və tez-tez qeyri-bərabər döyüşə girərək qalib gəldi. Belə ki, Laqodexi görüşlərindən sonra noyabrın 15-də Qovaqçil kəndinin yaxınlığında Yusifin dəstəsi ilə Zaqatala rayonu və Sığnaxı mahalı rəisinin birləşmiş qüvvələri arasında şiddətli atışma oldu. Və bu toqquşmada Qunib və Zaqatala mahallarının kəndliləri qaçaqların yanında olub, onlarla birgə vuruşdular. Yusifin dəstəsi bu qeyri-bərabər döyüşdən sağ-salamat çıxdı. Lakin hökumətin böyük silahlı qüvvələrinin güclü təzyiqi ilə Yusifin kiçik dəstəsi öz hərəkətlərini dayandırmağa məcbur oldu. 1904-cü il dekabrın əvvəlində Rus xarici pasportlarını alan Yusif Saxta adlı Nuxinski rayonundan olan qaçaqlarla birlikdə Batumi vasitəsilə Türkiyəyə mühacirət etdi. Onlar yalnız 20 gün Bursa şəhərində yaşaya bildilər, Çar hökuməti orada da Yusifə sülh vermədi. Türkiyə hökuməti ilə danışıqlara girən Çar hökuməti öz agentlərini İstanbula göndərdi. Sonuncu türk detektivləri ilə birlikdə Yusifin arxasınca gedib. Bu əməliyyata şəxsən Rusiyanın Türkiyədəki səfiri Zinovyev rəhbərlik edirdi. Dekabrın sonunda Yusif Türkiyəni tərk edib Səudiyyə Ərəbistanına getməyə məcbur oldu və Rusiyada inqilab başlayana qədər orada yaşadı.